Lənkəran Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Məmməd Bağır Axundov deyir ki, qızmar günəşli havalarda çöl bayırda nə qədər az olsaq, özümüzü gün vurmadan bir o qədər qorumuş olarıq. Gün vurma hadisəsi havanın hərarətinin bədən temperaturundan yüksək olduğu hallarda insan 15 dəqiqədən artıq birbaşa günəş şüalarının altında qaldıqda baş verir. Xüsusilə çimərliklərdə günəş altında uzun müddət qaldıqda, bir də ki, uzun müddət çöldə bayırda gəzişdikdə, xüsusilə burada saat məsələsində böyük əhəmiyyəti var. Bu günəşin düşmə bucağından asılıdır. Belə ki, 12 ilə 3 arasında, 4 arasında günəşin şüaları daha düz şəkildə, daha kəsin şəkildə insan orqanizminə təsir edir. Bunun nəticəsində uzun müddət günəşin altında qaldıqda gün vurma hadisəsi baş verir. Həkim diqqətə çatdırdı ki, gün vurma hadisəsi zamanı orqanizmdə yerli dəyişikliklə yanaşı ümumi dəyişikliklər də yaranır. Belə ki, yerli dəyişiklik kimi günəş yanıqları meydana gəlir, dəridə dəri yanıqları və eyni zamanda ümumi orqanizmdə dəyişikliyin nəticəsində burada beyin əlamətləri, yəni ürək bulanma, qusma əlamətləri meydana gəlir, kəskin baş ağrıları və digər fəsadlar. Əgər uzun müddət temperatur altında qaldıqda ən böyük ağırlaşma ölümə qədər gətirib çıxara bilər. Gün vurma zamanı göstərilən ilkin tibbi yardıma gəlincə, İlkin tibbi yardım üçün birinci növbədə günəşin təsirindən qorumaq lazımdır insan. Yəni günəşin şüaları altından kölgəliyə çəkmək lazımdır ilk növbədə, yəni kənarda olan şəxslər tərəfindən. Yaxşı olar ki, sərin su, onun sifətinə, ayaqlarına, qollarına, bədənin açıq hissələrində sərin su vurmaq, sərin su içitmək, sakit vəziyyətdə uzanmaq və ondan sonra təcili tibbi yardıma müraciət eləmək, ilk həkim yardımı göstərilməsi. Yəni ilk tibbi yardım bundan ibarətdir. Mütəxəssislər hesab edirlər ki, həddindən artıq isti günlərdə insanlar bol maye qəbul etməli, evdən çıxarkən mütləq açıq rəngli baş örtüyü örtməli, gözə eynək taxmalı, yüngül əsasən pambıq və kətan parçadan tikilmiş geyimlərə üstünlük verməlidirlər. Nərmin Rzayeva, Aydan Rzazadə, Vüsal Ələkbərov, Xəbər xətti.